Salam, hər vaxtınız xeyir. Kanalıma, yeni vloquma xoş gəlmisiniz. Hər kəsi salamlayıram. Necəsiz qızlar? Məni sorursaz, şükür, yaxşıyam, şükürlər olsun. Siz də yaxşı olasınız. Burada səhər durmuşam. Bəzi xırda işlərimi görmüşəm. Evdə ət almışdıq. Əti təmizlədim, doğradım. Sümüklü hissəsini ayırdım. Buğlama hazırlayacağım. Yemək pişirəcəm. Yumşaq yerlərini də çəkib, paketləyib buzluğa qoyuram. Soyuducuya qoyuram. Onda rahat olur. Yəqin ki, siz də belə eləyirsiniz. Onda rahatlıqla, yəni bölüb paketlərə qoyanda rahatlıqla çıxardıb yeməkləri hazırlamaq olur. İşimiz asan da olur onda. İndi burada tərəvəzləri hazırlayıram buğlama üçün. Bəzi insanlar, yəni bəzi bölgələr və yaxud bilirsiniz, məncə zövqdən asılıdır. Bir də kimin evində nə necə yeyilir, necə xoşlayırlar yeməyi. Yəni hər kəs o cür bişirir də. Hamı eyni hazırlamır. Məsələn, mən bu buğlama hazırlayıram. Buna kartof da vuracağım. Biz elə xoşlayırıq. Belə, yəni xaşlama, buğlama, yəni müəyyən bölgələrdə hər kəs bir başqa cür adlandırır bunu. Yəni kələfur deyənlər var. Hardasa baxırsan ki, eyni yeməkdir də, gəlir çıxır. İndi bəzi detalları çıxmaq şərti ilə gəlir eyni yeməyə çıxır. Mən də indi burada yəni kartofsuz da eləyirəm, buğlama da hazırlayıram, xaşlama da hazırlayıram. Amma indi bugün belə sümüklü əti ayırdım, yığdım qazana. Yəni ki, bunu bir sıra tərəvəz, sonra bir sıra ət belə də pişiririk. İndi mən yəni ki, ancaq bir qat ət yığmışam və üstündən soğan, bibar, pomidor. Bu tərəvəzləri yığıram. Bişsin, yəni bişəndən sonra bişməyə daha doğrusu az qalmış kartofunu vuracağım. Çünki kartof tez pişir, bilirsiniz. İndi təzə kartof daha da tez pişir. Burada biraz qoydum vamxotda. Yemək öz suyunu saldı. Çünki duz vurmuşdum. Öz suyunu saldı, biraz pişdi. Sonra yağ, duz, istiot. Duzunu əvvəlcədən vurmuşdum. İstiot, sarı kök vurdum indi. Yağ, istiot, sarı kök. Çünki duzunu artıq ocağın üstünə qoyanda vurmuşdum. Burada da kartof təmizləyirəm. Kartof da vuracağım. Pişməyinə bir 15 dəqiqə, 20 dəqiqə qalmış. Kartofunu da vuracağım. Yəni hazır olacaq. Siz nələr edirsiniz? Nə iş görürsünüz xanımlar, qızlar? Yəqin ki, siz də mənim kimi səhər durandan ev işləri ilə məşğulsuz. Yeməyi fikirləşirsiniz ki, nə pişirim? Bu yemək məsələsi biraz çox düşündürür adamı. Bilmirsən ki, nə pişirəsən, nə hazırlayasan ki, həm hamı bəyənsin, yesin. Yəni eyni yeməyi də yemək olmur. Fikirləşirsən ki, biraz fərqlilik olsun. Burada da süfrəmiz üçün hazırlıq edirəm. Yeməyimiz artıq hazır olub. Göyərti doğradım. Reyhan, keşniş, biraz göy soğan. Tərəvəz salatı eləmişəm. Pomidor, xiyar, yəni soğan, bibar. Belə göyərti ilə. Göyərti də doğrayıb vurdum. Bu göyərtini də qalanını, yəni yarısını yeməyə çəkəndə üstünə səpəcəm. Bunda qəşəng olur, yaxşı olur. İndi süfrəmizi hazırlayacağım. Oturaq biz çörəyimizi yeyək. Bir də qızlar alçada atmışdım yeməyə. Yəni bişənə lap az qalmış. Çünki alça tez bişir deyə alça da atmışdım. Belə kiçik bazarlıq var idi. Yəni banan, alça almışdıq. Onu da yerləşdirdim. Burada da yeməyimiz artıq hazırdır. İndi
Yeməyimizi çəkək. Süfrəmiz hazırdır. Süfrəmi hazırlayım. Yəni salatımı, çörəyimi doğramışam, salatımı hazırlamışam, tərəvəz salatımı. İndi də yeməyimizi çəkək. Gözəl alınıb. Çox dadlıdır. Belə. Siz necə pişirirsiniz buğlamanı? Necə hazırlayırsınız? Şərhlərdə yaza bilərsiniz, xanımlar. Yəni məndən bölüşə bilərsiniz. İndi baxın, belə göyərti də səpirəm üstünə. Onda daha dadlı olur. Həm də ki, estetik görünür. Gözəl görünür. Belə süfrəni hazırlayıram. İndi oturub yeməyimizi yeyəcəyik. Bizə nuş olsun. Belə. İndi sabaha hazırlaşıram ki, səhər getməliyəm. Çünki toy var. Ona görə biraz hazırlıq edirəm. Sabahları deməli səhəri hazırlaşıram ki, salona gedim. Çünki bəzi işlərim var salonda görüləsin. Saçımın dip boyası olunmalıdır. Biraz dırnaqlarıma əl gəzdirmək istəyirəm, səliqəyə salmaq istəyirəm. Çünki toy var. Hazır olmaq lazımdır, hazırlaşıram. Tək həmişə toy olsun, şadlıqlar olsun, yaxşı günlər olsun. İndi burada da yığılan qablar var idi. Yedik, içdik. Qablar yığılıb, artıq axşamdır. Bu qabları bütün yuyum. Yəni çox qab var idi, bunları yuyuram. Bunları yuyub gedib dincələcəm. Çünki səhər işlərim var. Bu işlərin dalıcan getməliyəm. Ona görə artıq yorulmuşam. Gün ərzində çox iş görmüşəm. İndi bu sizə çəkib göstərdiklərim hələ onun çox az bir hissəsidir. Yəqin ki, siz də eləsiniz. Bütün xanımlar belədir. Ev işi bitmiş. Yəni ki, belədir. Mən belə bütün gün ərzində ev işləri ilə məşğul olmuşam. Yemək hazırla. Nə bilim, iş qurtarmır. Qabdakı o qədər yığılıb əti çəkmişdim. Ət maşınında hissələrini yuyuram. Siz necə işlər görürsünüz gün ərzində? Nə edirsiniz, nə edirsiniz? Hansı işlərlə məşğulsuz? Qabları yudum, bitti. Çox yorulmuşam, yorğunam. Dedim, yığım biraz qabların suyu getsin, qurusun qablar. Sonra yerinə yerləşdirməliyəm hamısını. Bunları bitirəndən sonra qablar da suyu qurusun, yerləşdirim. Sonra dincəlməyə gedəcəm. Çünki artıq yəni bu qədər məncə bu günlük bəsdir. Çünki çox yorulmuşam, artıq başqa iş görməyə heç halım yoxdur.
qızlar, yeni bir gündəyik, səhəri gündür. İndi mən gedirəm, işlərimin dalacağam. Yəni həm mağazaya getməliyəm, bəzi şeylər almalıyam. Şampunumuz yoxdur, şampun almalıydım ən əsas. Və oradan da salona gedəcəm. Salonda işlərimi görməyə. Siz sağ olun. Qızlar, deməli çıxdım mağazadan, şampun aldım. İndi gedirəm salona. Burada belə bir park var. Parkın içi ilə gedirəm. Çox gözəldir. Gözəl bir parkdır, yaşıllıqdır. İnsanlar oturub dincəlir, uşaqlar qaçır, oynayır. Çox maraqlıdır, çox yaxşıdır. Hava da gözəldir. İndi salona gedim. İşlərimi görüm. Evə keçəcəm. Saçımı dip boya olunmalıdır. Bir də dırnaqlarımı manikür etməliyəm. Toya hazırlaşıram. Gələrkən qızlar, şirniyyat dükanına şirniyyat almışam. Belə bir bal badəm şirniyyat dükanına. Yolda acımışdım, pizza almışdım. Bundan yemişəm. Güzel. Burada belə bir kətələrdir. Ballı qozlu kətədir. Çox qəşəngdir. Alanda mən isti idi. İndi yol gəlmişəm, soyuyub biraz. Sonra burada belə bir şirniyyatdır. Yəni belə bir şirniyyatdır. Baxın belə. Çox gözəl şirniyyatdır. Mən xoşlayıram bunları. Bir də pirajki idi. 2 dənə idi. Biri kartoflu, biri kələmlidir. Bu kələmlidir. Kartoflunu yemişəm. Kələmli qalıb. Belə qızlar. Bir də Rossmanndan şampunu almışam. Mən bu şampunun bir neçə seriyasını işlətmişəm. Bu da Krapivadır. Gecitkən çox yaxşıdır. Yaxşıdır saçların tökülməsinə, yumuşaq saxlayır.
Çox yaxşı qidalandırır saçı. Yağlılığı götürür. Sonra belə bir şampundur. Bu da yenə çox yaxşı şampundur, sulfatsızdır. Bu da saça çox gözəl yumuşaq eləyir, yağlılığı götürür, qidalandırır. Çox yaxşı, xeyirli şampundur bu da. Saça çox yaxşı təsir göstərir. Budur. Bir də burada balaca daraq almışam özümə. Mən sumkaya atıram da, çantama atıram həmişə. Çanta darağım xarab olmuşdu. Bunu aldım. Köhnəlmişdi yəni. Bu darağı aldım. Belə. Burada da sponç almışam. Belə bir şey yoxdur, sponçdur. Belə var. Belə bir xırda bazarlıq etmişəm. Burada sizə xanımlar göstərim. Bugün 3 bacı dolması hazırlayıram. Kanalımda var diye bunu çok detallı çekmedim. Burada da pomidorun içini çıxartmışam. Bunu da istifadə edirəm. Dolmanı hazırlayanda qazanın içine əlavə edəcəm. Ətə də əlavə edirəm hərdən. Amma indi qazanın içine əlavə edəcəm. Şimdi bu qanları bir açacağım. Biberleri kızartacağım. Biberin birini kızartmışım. Burada kıymetli soğanla çok kavurmadım. Biraz soçlu saxladım. Sulu saxladım. Bu 3 bacı dolmasına deməli bu kıymaya duz, istiyot, sarıkök ve bir de biraz darçın vurmuşam. Çünkü bu dolmaya, bu dolmanın kıyməsinə, ətinə darçın çox yaraşır. Burada dırnaqlarımı salonda təmizlətdirdim və şəllaq elədim. Çünki neçə vaxt mən gəllaq etmirəm. Neçə aylarda əvvəl tez-tez edirdim. İndi etmirəm çünki dırnaqlarımı zədələyir, qidalandırıcı çəkirəm. Buna görə də etmirəm. İndi bunu ona görə etdim ki, düzü şəllaq az qalır. Həm də mən iş görürəm. Əlcəyi də çox giyinən adam deyiləm. Bir dəfə giyinirəm, sonra yadımdan çıxır. Yəni toy var, ona görə bunu etdim ki, dırnaqlarım səliqəli olsun və kəsdirmişəm, yəni dırnaqlar qısadır, çox uzun saxlamıram. Hələ ki belə. Kızlar biz yemeğimizi yedik, dolmamız pişti, yemeğimizi de yedik, bize nuş olsun. İndi çoxlu qablar yığılıb, bu qabları yumalıyam. Sizinlə birlikte yuyarıq. Burada da kızlar artık qabları şampunlamışam, qap şampunuyla. İndi sizinlə birlikte onları durulayaq. Qablarımızı yuyaq. Artık mecburen əlcəkliymişəm. Çünkü mən bir dəfə giyinirəm, bir dəfə yadımdan çıxır. Yəni mütəmadi əlcək giyinən biri deyiləm, amma çox yanlışdır. Əslində hər dəfə məncə qabları yuyanda, qab şampunu
Yəni bir çox işləri görəndə əlcək geymək lazımdır. Ən çox da gün ərzində biz qab yuyuruq. Ona görə mütləq əlcəksiz qab yumaq olmaz əslində. Yəni əllər çox yəni şampun, qab şampunları, su əlləri çox pis vəziyyətə salır. Yəni ki, dərini aşılayır. Ona görə xarab olur əllərimiz, əlimizin dərisi xarab olur. Nə qədər əl kremi çəksək də, nə qədər qulluq etsək də, yenə də o effekti vermir. Çünki baxın nələrdən istifadə edirik. İstər-istəməz qab şampunlarında mütləq kimyəvi nələrsə var. Ona görə mütləq əslində əlcəkdən istifadə etmək lazımdır. Mən ki, manikür eləmişdim. Ona görə məcburən əlcəklərdən istifadə etdim ki, manikürüm xarab olmasın, zədələnməsin. Yəni belə. Qızlar, indi çıxmışam həyətdə, gül açıb gülümüz. Baxın, gözəl gül açır, tumurcuqluyur. Biraz bunları qorumaq lazımdır. O cücülər olur, güllərə düşür. Ona görə droşlu su düzəltmişəm. Biraz onu səpim bunlara. Droşlu suyu. Bu nanədir. Bu da bir gülümdür. O cücülər düşür. Onu yiyir. Biraz üzümə də vursam yaxşı olar. Çünki drojlu su xeyirdir. Yəqin bilənlər bilir də. Mən də belə öyrənmişəm ki, drojlu su yaxşıdır. Görün, biraz bunları sulamaq lazımdır. Açaq krantı. Görün nə qəşəngdir. Bu üzümdür, hələ təzə böyüyür bu üzüm. Burada da gilas ağacı var. Baxın, gilaslar gətirir. Hələ yetişməyiblər tam. Qızlar bax. Yetişəcəklər. Yavaş-yavaş. Görürsünüz. Belə. Baxın. Baxın qızlar, bax. Gene güzel. Havada küləklidir. Bu gilas ağacı gilas gətirib, bar gətiriblər. Keçən il lap çox gətirmişdi, bu il elə bil azdır. Külək də qoymur. Qızlar, burada da vlogumu bitirmək istəyirəm. 2 günlük vlog idi. Özümə çay süzmüşəm. Mən çay içim. Siz də özünüzə çay süzün. Nə ilə xoşlayırsınız onunla için və mənim vloglarımı izləməyə davam edin. Əgər mənim vloglarım xoşunuza gəlirsə, videolarımı bəyənirsinizsə, like etməyi unutmayın. Abunə olmayanlara da xahiş edərdim ki, əgər videolarımı bəyənirlərsə, abunə olsunlar. Sağ olun, hələlik qızlar. Gələn vloglarda, gələn videolarda görüşərik.